Salam, dəyərli Qərbi Azərbaycan televiziyasının izləyiciləri. Biz yenidən sizinləyik, çox dəyərli, çox diqqətli izləyicilərimiz. Biz yenə Qərbi Azərbaycan mövzusundan danışacağıq, Qərbi Azərbaycan ədəbiyyatından danışacağıq, Qərbi Azərbaycanın tarixi, coğrafiyası, etnoqrafiyası, hətta mətbəxi, kulinariyası belə maraqlı, həddindən artıq maraqlı faktlarla, maraqlı, həddindən artıq yenə də deyirəm, maraqlı olduğu üçün mən əminəm ki, biz sizlərə nələrisə çatdırdıqca, siz də öz arzu istəklərinizi mənim şəxsi ünvanıma da yaza bilərsiniz. Bir daha sizi salamlayıram və qonağımızı sizə təqdim edirəm. Bugün bizim qonağımız çox dəyərli filologiya elmləri doktoru və Folklor İnstitutunun direktoru Hikmət Quliyevdir. Hikmət mənim, xoş gəlmişsiniz bizim studiyaya. Təşəkkür edirəm. Mən əminəm ki, maraqlı söhbətimiz alınacaq. Və sizin, Hikmət mənim, Qərbi Azərbaycanla bağlı araşdırmalarınız, rəhbər işçi olaraq sizin rəhbərlik elədiyiniz kollektivin gördüyü işlər, konferanslar, simpoziumlar, tərtib etdiyiniz kitablar, bunlar hamısı maraqlıdır, maraq doğurur. Elmi ictimaiyyətdə böyük əks sədası var. Ona görə də sizi dəvət etdik və xahiş edirik ki, siz öz işləriniz barədə bizə bəzi məlumatları verəsiniz. Öncə onu deyim ki, biz 1980-ci illərdən başlamış, hətta ondan da öncə başlamış bəzi tədqiqat əsərləri, o cümlədən mənim özümün yazdığı doktorluq səviyyəsində olan işlər, məqalələr, müxtəlif monoqrafiyalar və məndən də öncə yazmış, çox öncə yazmış elm adamları, ziyalılar. Mən onlar haqqında danışmağa bir daha özümə borc bilirəm və bunlardan ilk öncə Həsən Mirzəyev, filologiya elmləri doktoru, böyük dilçi, türkoloq Həsən Mirzəyev və sizi əmin edirəm, o bizim universitetdə işlədiyi üçün, pedaqoji universitetdə onu deyirəm. Yoxsa digər ziyalılar bu işə zaman-zaman diqqət yetiriblər, nəzər salıblar, kitablar çap elətdiriblər. Elə icvamızın rəhbəri Əziz müəllim Ələkbərli və digərləri. Amma bugün işlər nə vəziyyətdədir? 22-ci ilin dekabrın 24-də Cənab Prezident bir qrup Qərbi Azərbaycan ziyalıları ilə görüş keçirdi və həmin görüşdə özünün unudulmaz, möhtəşəm bir nitqi ilə, necə deyirlər, bir möhür vurdu. Bu məsələdə iz qoydu ki, biz o izlə gedirik. Həmin məruzədə, belə deyək, çıxışda son cümlələri buydu ki, biz öz dədə-baba torpaqlarımıza qayıdacağıq, mütləq qayıdacağıq. Amma sülhlə, əmin-amanlıqla, necə deyərlər, ləyaqətlə qayıdacağıq. Bu yolda elmə əsaslanırıq, tədqiqat əsərlərinə əsaslanacağıq, tərtib olunmuş, dünya səyyahları tərəfindən tərtib olunmuş xəritələr də önəmli rol oynayacaq və biz də bu yolda addımlamaqda davam edirik. Ona görə də bizim yazdığımız, tədqiqat apardığımız, ərsəyə gətirdiyimiz əsərlər bizim üçün çox önəmlidir. Hikmət müəllim, bir daha xoş gəlmişsiniz və çox xahiş edirəm, bu sizin bir konferans olub, önəmli bir konferansdır, Qərbi Azərbaycanla bağlı. Buyurun. Hörmətli Mahirə xanım, öncə dəvətə görə sizə minnətdarlığımı bildirirəm və həm də ona görə təşəkkürümü bildirirəm ki, Qərbi Azərbaycan məsələsi, Qərbi Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, etnoqrafiyası, folkloru bizim üçün elmi problem, elmi mövzu olmaqla yanaşı, həm də belə milli duyğularımızın, milli emosiyalarımızın, bütöv Azərbaycan mədəni tarixinin, mədəniyyət tarixinin tərkib hissəsi olduğu üçün həm də çox strateji, əhəmiyyətli bir mövzudur. Və bugün burada Qərbi Azərbaycan televiziyasında bu mövzunu müzakirə etmək mənim üçün həm də bir qürur, bir fəxr məqamıdır.
Əvvəla onu deyim ki, siz çox bir ciddi məqama toxundunuz. 22-ci ilin dekabr ayının 24-də cənab prezidentin Qərbi Azərbaycan icmasında bir qrup Qərbi Azərbaycanlı ziyalıları ilə görüşündə qeyd elədiyi bir məqamı mən sizə və tamaşaçılarımıza xatırlatmaq istəyirəm. Orada cənab prezident vurğuladı ki, tarixi yaddaş heç vaxt itmir. Xalqın tarixi onun yaddaşında yaşayır, həkk olunur. Və bugün biz Qərbi Azərbaycan deyərkən həmin o mədəni tarixi yaddaşımızı heç bir halda unutmaqdan söhbət gedə bilməz. Qərbi Azərbaycan deyəndə bizim gözümüzün önünə Göyçə, Dərələyəz, Basar Keçər, Qarakilsə və s. və digər bölgələr gəlir. Və bu bölgələr həm də onunla xarakterikdir ki, təkcə o Azərbaycanın tarixi torpaqları və Azərbaycanın tarixi mədəni irsi deyil. O bölgə həm də Azərbaycan folklor xəritəsinin bütöv bir mənzərəsidir. Azərbaycan mədəniyyətinin bütövlüyünün işarəsidir. Bəli, bütöv Azərbaycanımızın bir hissəsidir. Bəli, o mənada biz də ziyalı olaraq, biz də folklorşünas olaraq bu istiqamətdə əlimizdən gələni etməyə çalışırıq. Siz doğru vurğuladınız. Bizim Qərbi Azərbaycan folkloru ilə bağlı həm tədqiqatlarımız, həm də sahədə toplama işlərimiz var və ötən il bizim Qərbi Azərbaycan folkloru problemlər və perspektivlər 1-ci Respublika konferansını keçirdik və bu konferans elə elan olunduğu müddətdən çox diqqəti cəlb elədi. Həm bölgə üzrə ziyalıların, həm də bütöv Azərbaycan üzrə. Hətta deyim ki, bəzi xaricdən də, Türkiyədən və digər ölkələrdən də bəzi məqalələr göndərən oldu və biz bu konferansda çox ciddi maraq var. Çünki dediyimiz kimi Qərbi Azərbaycan deyəndə o bölgələr dərhal yada düşür, dərhal xatırlayırıq. O bölgələrin də yaranan, yəni elə o bölgələrin özü təpədən dırnağa folklordur, milli yaddaşdır, milli dildir, Azərbaycan dilidir, türk oymaqlarıdır, türk obalarıdır, türk elləridir. Ona görə də o daşı da, qayası da, çayı da, dağı da hər nöqtəsində bir türklüyün, bir milliliyin işarəsi var. Təbii ki, bunun da yaşadığı əsas məqamlardan, əsas istiqamətlərdən biri təbii ki, xalqın milli yaddaşı olan folklordadır. Və biz ötən il o konferansı keçirərkən bir sıra istiqamətlərdə, istər Qərbi Azərbaycanın toponimləri, yer-yurd adları və onun arxasında dayanan əfsanələri, rəvayəti, xalqın kollektiv yaddaşını ifadə edən abidələri barədə. Eyni zamanda Qərbi Azərbaycanda mövcud olan mərasimlər, Novruz bayramından tutmuş, toy və mərasim mövsüm nəğmələri xüsusi bir yer tutur. Bu istiqamətdə tədqiqatlar. Eyni zamanda Qərbi Azərbaycanda deportasiyanın yaratdığı, əslində soyqırım olan bu prosesin yaratdığı, vurduğu ziyanlar məsələləri həm tarixi, etnoqrafik, həm də folklor baxımından öyrənilir. Mən elə görəm onların canına, onların beyninə bu deportasiya yazılıb sanki və hər bir deportasiyanın da üstündən bəlkə 100 ilə yaxın vaxt keçir, unudulmur. O ölənlər unudulmur, o dağıdılmış torpaqlar, qəbirstanlıqlar, kəndlər, şəhərlər unudulmur heç biri və yenidən bir deportasiya başlayır. Yenidən bir, sanki xalqın elə bil həyatı ilə oynayıblar. Babalarımızın 200 illik tarixdir, bu az deyil. Elədir, elədir. Biz bunu təbii ki, bununla bağlı kifayət qədər tarixi sənədlər, xəritələr, səyyahların, siz qeyd elədiyiniz kimi səyyahların qeydləri kifayət qədər var. Amma eyni zamanda həm də bizim bir sözlü tariximiz, həm də bizim şifahi tariximiz, hansı ki, o xalqın, o fərdin qanına, geninə, elə bil ki, qan yaddaşına həkk olunmuş, köçmüş. Tarix həm də folklorda yaşayır. Bəli. Bu mənada Mahirə xanım, deməli, bu proses Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunda ta Folklor İnstitutu yaranan gündən bu yana daim diqqət mərkəzində olub. Bizim böyük ziyalılarımız, mən xatırlayıram, Göyçə folkloru cildinə ön söz yazan Yaşar Qarayev deyirdi ki, bütöv Azərbaycanın xəritəsi onun folklorunda daha tamamdır, daha mükəmməldir. O qeyd edirdi ki, Azərbaycanın siyasi inzibati xəritəsi onun folklorunda daha böyük görünür və ardınca vurğulayırdı ki,
Təbrizi də, Kərkükü də, Dərbəndi də, Göyçəsi də, İrəvanı da folklorda birləşir. Biz Aşıq Ələsgəri, Göyçə folklor mühitini, Göyçə Aşıq mühitini necə kənarda qoya bilərik? Biz əgər bütöv Azərbaycan folklor ədəbiyyatımızın bir hissəsi. Folklor xəritəsindən danışırıqsa, ədəbiyyatımızdan danışırıqsa, əlbəttə ki, orada Aşıq Ələsgəri də, Növrə Simanı da, Dərə Ləyəz mühitini də, onun folklorunu, bütün mahallarını da qeyd eləməyi özümüzə borc bilirik. Və əziz Mahirə xanım, deməli, biz təxminən, mən bu Qərbi Azərbaycan folkloru ilə bağlı görülən işləri 2 mərhələdə dəyərləndirmək istəyirəm. Bunlardan birinci mərhələsi Sovet dövrünün sonları, müstəqillik illərinin ilk dövrləri, hansı ki, sonuncu deportasiya 1988-ci ildən sonraki o ərəfələrdə bölgələrə edilən ezamiyyətlər və burada böyük bizim ziyalıların elə bayaq qeyd elədiyiniz təbii ki, onlar 87-ci ildən qovulmuşlar. Qovulmaq sözü hərçənd mənim xoşuma gəlmir. Çıxarılmışlar, zorla köçürülmüşlər və onlar Azərbaycanın müxtəlif bölgələrindən səpələnmişlər. Bəli. Amma kompakt yaşadıkları yerlər də var. Məsələn, Naxçıvanda, məsələn, Qaxda, nə bilim, başqa digər Bakının bəzi kəndlərində bəzən bir kənd yerləşibdir. Siz həmin yerlərə ezamın yəqin nəzərdə tutursunuz. Bəli. Deməli, birinci mərhələdə 20-ci əsrin 90-cı illərində bizdə, deməli, 90-cı illərin sonu, 2000-ci illərin əvvəlində bizdə Göyçə folkloru, İrəvan Çuxuru folkloru, Ağbaba folkloru, ayrıca Dərə Ləyəz folkloru toplandı. Bu cildlər nəşr olundu. Bu cildlər həmin bölgələrin əhalisi öz elində, obasında, doğma yurdunda olan vaxtlar toplanmış materialdır. Elə bil ki, xalq öz torpağında, evində, eşiyindədir. Öz bulağının suyundan içir, özünün o şad günlərini yaşayır və o ziyarətgahları, o pirləri... Sonraki mərhələdə artıq həsrətlə doludur. Artıq bəli. İkinci mərhələsi artıq həsrətin, qəribliyin, qürbətin yaratdığı hisslərdir, nisbi hisslərdir. Artıq bu ədəbiyyatımız, folklorumuzdur. Mənə elə gəlir ki, sizin gördüyünüz bu böyük işləri incimində, yəni məndən elə bir gizlədirsiniz, mənə elə gəlir. Bu boyda böyük işlər görürsünüz. Yəni, məsələn, sizin bir qrup əməkdaşınız ezam olunur Naxçıvan Respublikasının Şahbuz rayonunun Kolanı kəndinə, məsələn, yəni Kükü kəndinə, çünki orada yaşayırlar. Və yaxud da Qax rayonunun Turacı kəndinə və yaxud da, nə bilim, hansı bölgə? Tərtərdə, məsələn, yığırlar, bəli, xüsusən Tərtərdə, yığıb toplayırlar, gətirirlər. İndi hər toplanan məhsulu da olduğu kimi vermək olmur, müəyyən süzgəcdən keçir, müəyyən buna, nə bilim, şərhlər verilir və s. Böyük bir kitab ərsəyə gətirirsiniz. Amma onun təqdimatları geniş olmur. Mənə elə gəlir ki, bundan sonra biz sizlə birgə, bax, bu 4 cildliyi ki, nəşr etdirmişsiniz, bu bir ömürdür əslində qalsa, birgə bunların təqdimatı olmalıdır. O, ezam olunub toplayan insanların özlərinin çıxışları olmalıdır. Yəni, burada istənilən tərəfdən yanaşa bilərlər. Mövzuya. Tamamilə doğrudur. Bu kitablarınız haqqında. Tamamilə doğrudur. Əslində, deməli, Mahirə xanım, elə bizim bu veriliş də, mən sizə bir daha təşəkkür edirəm. Bizim bu veriliş də əslində bu tədqiqatların, bu toplama işlərinin, bu qədirkeşliyin, qədirşünaslığın bir göstəricisidir ki, biz bugün bunu həm Qərbi Azərbaycandan olan soydaşlarımıza təqdim edirik, həm də bütövlükdə elə bu sahə ilə maraqlanan, bu sahədə tədqiqat aparmaq istəyənlərə də təqdim etmək imkanımızdır. Doğru vurğuluyursunuz. Əlbəttə ki, bu işlər bir günə, 2 günə başa gələn işlər deyil. Bizim peşəkar folklorşünaslarımız, mən indi bax bu cildlərin araya ərsəyə gəlməyində bir neçə adamın adını çəkmək istəyirəm. Məsələn, Folklor İnstitutunun toplama və sistemləşdirmə şöbəsinin müdiri İlkin Rüstəmzadə tam bölgədə fəaliyyət göstərib. Eyni zamanda filologiya, fəlsəfə doktoru Ləman Süleymanova tam bölgədə fəaliyyət göstərib və bu cildlərin içərisində Səfa Qarayevin və bizim də topladığımız folklor nümunələri var. Mahirə xanım, bu iş çox çətinliklə başa gələn işdir. Əvvəla ona görə ki,
biz hər hansı bir əlyazmadan, hər hansı bir yazılı mətndən istifadə etmirik. Biz bölgəyə getməliyik, biz o bölgənin gözəl, belə o əsas o məlumatları səhih bilən söyləyicilərini tapmalıyıq. İnformatorlarla əlaqə yaratmaq asan deyil. Bəli. Və təsəvvür edin, informatorları da tapandan sonra, məsələn, bir gün onun əhval-ruhiyyəsi olur, bir gün olmur, bir gün o deyir ki, məsələn, bir gün kövrəlir, daha danışmır. Danışa bilmir. Yəni, bu materiallar zərrə-zərrə, qram-qram toplanır və arı ərsəyə gəlir. Və çox doğru qeyd elədiniz ki, o nümunələr o audio materiallar şəklində qeydə alınandan sonra institutda, laboratoriyada onların yenidən stenoqramlaşdırılması, sözə köçürülməsi və yenidən nəşrə hazırlanması, gəlib kitab səviyyəsinə çıxması, kəndin, kəsəyin bir oymağında söylənilən bir atalar sözünün gəlib artıq kitab səviyyəsinə çatması böyük zəhmət, böyük çətinlik hesabına başa gəlir. Mənim əslən Dərələyizin Qovuşuq kəndindən olan bir Pəri xala vardı. Mən Pəri xalaya müraciət edirəm ki, nə yaxşı dediniz, onu deyin, mən yazım. Deyir, yoxuşum yoxdur. Deyirəm, bəs bunu deyin, mən qeydə alım da. Mən çox gözəl bir nümunədir. Anomastik vahidlər nə qədər desən, nə bilim, filan, yox, mən deyir, yatanda yadıma düşür. Bununla həmin istədiyimizi almaq da asan deyil. Elədir. Amma bu 4 cildi almaq və normal bu şəkildə tamamilə doğrudur. Təqdim etmək asan deyil. Nəzərə almaq lazımdır ki, Mahirə xanım, folklor məhz o auditoriyada, performansda, icra prosesində canlanır. Məsələn, bir aşığın söyləməsində sağ ol aşıq, var ol aşıq, canın sağ olsun deyəndə aşıq daha da həvəslənir. Auditoriya onu sanki belə bir cövlana gətirir. Amma təsəvvür edin ki, indi bizim toplayıcılar indiki şəraitdə öz bölgəsindən uzaqda yaşayan, artıq bölgənin həsrətini çəkən, müəyyən qədər də yaşlaşmış, artıq xeyli yaşlaşmış şəxslərlə... Demək olar ki, o informatorların böyük əksəriyyəti artıq dünyada yoxdur. Dünyasını dəyişib. 2000-ci illərin əvvəllərində mən bayaq qeyd elədim, Səfa Qarayevlə bizim Bakı şəhərində topladığımız materialların söyləyicilərinin 99% həyatda deyil artıq. Çünki biz onlarla görüşəndə artıq onların böyük əksəriyyətinin 70-80 yaşları var idi. Özləri ilə də aparıblar o zəngin xəzinəni. Xeyli hissəsini. O sinələrində dolu olan xəzinəni, o xatirələri. Bəzən biz xatirələrə belə baxırıq ki, xatirə danış, xatirə öz xatirə. Yox, onun yaddaşıdır, onun tarixi yaddaşıdır. O yerin sakinidir. O bilir ki, orada hansı qırğınlar olub, o bilir orada qan su yerdən necə axıb, o bilir oradan onlar hansı əzab əziyyətlə gəlirlər. Elə həmişə bayatılar, deyək, digər şifahi xalq ədəbiyyat nümunələri həmişə toyda, sevincdən yaranmır ki. Yəni bu həsrətdən, bu qanqadanın içində hadisələrin təsirindən də yaranır və təəssüf ki, biz onları, mən özüm üçün deyirəm, tam da vaxtında hamısını toplaya bilməmişik və sizə də sağ ol deyirəm ki, müəyyən qədər bu işləri görə bilmişsiniz. Digər bir kitabınız bir konfrans haqqındadır. Bəli. Sizin sözünüzün qüvvəti, Mahirə xanım, deməli bu cildlərdə biz o ənənəvi yanaşmadan bir qədər fərqli işlərdə görmüşük. Məsələn, bizdə həmişə Aşıq yaradıcılığı xüsusi diqqəti cəlb eləyib, Aşıq Ələsgərin şeirləri dediyimiz kimi digər o bizim bölgə üzrə, Qərbi Azərbaycan üzrə gözəl şeir nümunələri, bayatılar, sayacı sözlər, holavarlar və s. toplayırdıq biz bu işi. Bu dəfəki bizim bu toplama, bax bu cildlərdə, Mahirə xanım, biz bölgədəki yaşlı insanların deportasiya xatirələrində qeydə almışıq. Necə gəlmişsiniz? Gələndə başınıza nə hadisələr gəldi? Orada necə oldu ki, oradan çıxdınız? Bura gələndən sonra necə yaşayışınız necə oldu? Biz bir-bir söyləyicilərə sual veririk. Unutdunuzmu arpa çayı, yastı bulağı? Unutdunuzmu? Bəli. Soğanlı yaylağı yaddan çıxdımı? Qətiyyən. Bəli. Yəni bu mümkün olan söhbətlər deyil. O həsrəti özləri ilə apardılar. Hətta bugün Mahirə xanım, deməli, məsələn, Miskin Abdal ocağı olub, bilirsiniz. Məsələn, bugün həmin bölgədə Miskin Abdal ocağına gedib ziyarət edən şəxslər bugün belə o ziyarətgah olmasa da, onlar orana gedib görmə imkanı olmasa da, bugün belə niyyət tutub, Miskin Abdal ocağına niyyət eləyirlər, qurban deyirlər və o adəti ənənəni yaşadırlar. Böyük bir necə deyərlər,
elə bir ənənədir ki, o içdən gəlir. Onu kimsə onlara məcbur eləmir. Və mən əminəm ki, torpaq həsrətinin, yurd həsrətinin, o inanc yerlərimizin, abidələrimizin yaddaşlarda yaşaması onu göstərir ki, biz mütləq o torpaqlara qayıdacağıq. Əlbəttə. Bizim digər bir yolumuz yoxdur. İnsan öz istəyinin dalınca gedər. Və Avropa alimlərindən biri deyir ki, yetər ki, arzula. Arzuladıqlarımız, bütün niyyətlər Ali Baş Komandanımız, Cənab Prezidentimizin köməyi ilə həyata keçir. Və biz Qarabağa da belə qayıtdıq. Və əminəm ki, biz Qərbi Azərbaycana da belə qayıdacağıq. Sizin konfrans haqqında bir qədər danışaq. Bəli, deməli, Mahirə xanım, bu Qərbi Azərbaycan folkloru, problemlər və perspektivlər konfransı bizim ötən ilki ümumiyyətlə Respublika konfransı idi və biz belə bir məntiqi ardıcıllıqla gəldik. Əvvəlcə bölgədə toplamalar həyata keçirdik. Bizdən öncə aparılmış tədqiqatları, bizdən öncə görülmüş işləri bir dəyərləndirdik və belə bir zərurət yarandı ki, bunları bir akademik istiqamətdə də, bir tədqiqat istiqamətində də yenidən dəyərləndirək və bu zərurətdən bir Respublika konfransı keçirməli olduq və bu Respublika konfransının da materiallarını nəşr etdirdik. Bu materiallar da kifayət qədər zəngin mənbələrlə doludur. Güman edirəm, oradakı məqalələr hamısı Folklor İnstitutunun əməkdaşları deyil. Xeyr. Burada ölkənin müxtəlif ali təhsil universitetlərinin, müəssisələrinin alimləri, mütəxəssisləri, eyni zamanda xaricdən olan da bir neçə mütəxəssisin burada yazıları var. Çox maraqlı söhbət oldu və həmin bizim borcumuz həmin topladıqlarınızı o yurd həsrəti daşıyan insanların sinəsində yatan şifahi xalq ədəbiyyatı söz xəzinəsini çatdırmaqdır. Siz gəncsiniz, irəlidədir görəcəyiniz işlər. Mən əminəm ki, əl-ələ verib biz bu xalqın yaddaşında olanları itməyə qoymayacaq. Və bir daha verilişimizə gəldiyiniz üçün Qərbi Azərbaycan televiziyasının studiyasında bir daha sizi görmək ümidi ilə sizlə sağollaşıram. Gəldiyiniz üçün təşəkkür edirəm. Hər birimizin, bütün Respublika vətəndaşlarının borcudur ki, biz öz müqəddəs qayıdışımıza addım-addım gedişimizdə, irəliləyişimizdə bizim də bir əməyimiz olsun, bizim də bir qatqımız olsun və biz də bu yolda addımlamaqda inamla, əzmlə daha sıx birləşərək doğma yurtlarımıza ədəblə, ərkanla, sülhlə, ləyaqətlə qayıda bilək. Çox sağ olun, təşəkkür edirəm. Minnətdarlığımı bildirəm Hikmət müəllim və bütün işlərinizlə həmrəyik. Mən də bir daha sizə təşəkkür edirəm Mahirə xanım. Əvvəlində də sözümüzün müqəddiməsində də, verilişin müqəddiməsində də dediyimiz kimi folklor xalqın qan yaddaşıdır, gen yaddaşıdır. Ora yazılan informasiyalar, ora yazılan dəyərlər heç vaxt unudulmur. Və Qərbi Azərbaycanda, Qərbi Azərbaycan ellərində görüşmək ümidi, arzusu ilə mən də sizə təşəkkür edirəm. Təşəkkür edirəm, var olun. Bir daha təşəkkür edirəm Qərbi Azərbaycan televiziyasının izləyiciləri, dəyərli tamaşaçılar, sizlə yenidən görüşmək ümidi ilə. Bugünkü verilişimizdə Folklor İnstitutunun direktoru, filologiya elmlər doktoru Hikmət Quliyev və mən Mahirə Nağıqızı idi. Sağ olun.